Suda həll olan duzlar verib bizə və bu duzların anionların qatılığını verib, məhlulun həcmini verib. Burada buradan görürük ki, baxın, burada anionun burada indeksi 3'dür, burada 1'dir, burada həcmi 3 dəfə çoxdur, bunun sayı 3 dəfə çoxdur. Ona görə bunların mol sayları eyni olacaq. Yəni bir B deyim buna. Və bizə də kationların qatılığını soruşur. Deməli, burada natrium kation, burada elə B olacaq. Yəni x bərabərdir B bölünsün V. Y da bərabərdir dəmir kationun da, yəni B olacaq mol sayı bölünsün 3V. Buradan da B'ləri bir-birinə bərabər eləyəndə x bərabərdir 3y çıxacaq. Yəni cavabımız D variantı. Yəni buradan elə yazanda da natrium xlorid duzu dissosiasiya eləyəndə natrium müsbət, bir də xlor mənfi ionlarına ayrılır. Dəmir 3 xloridin də dissosiasiyasından dəmir 3 müsbət və 3 xlor mənfi. Burada xlor ionlarının sayı 3 dəfə çoxdur, həcmi də 3 dəfə çoxdur. Deməli, burada avtomatik bunların mol sayları bir-birinə bərabər olacaq. Oradan da həmin qaydada eləyəndə x bərabərdir 3V çıxır.